Bir sualı vermək istəyirəm, çünki bu çox Öpürəm müzakirə. səni Cəmil. Çox müzakirə olunur ki, Mən sənə söz verdim. Sizə miras qalan, yəni nəyiniz varsa, Maqa da buradadır, indi inciməsin, mən bunu deyəcəm efirdən. Bəs bu iddialar var ki, Maqa hər şeyin dalından keçib. Yəni Maqa bütün sizin nəyiniz varsa, hamısının arxasından Maqa keçib. Bu nə qədər doğrudur, yəni yoldaşınız? Onlar, mən demirəm, ümumi demirəm. Yəni, o dediyi insan ki var ki, kim deyib, mən artıq bilmirəm kim deyib. Amma valla bəsdirin, mülk dalıca qaçdınız, pul dalıca, şan şöhrət dalıca qaçdınız. Bu bizi heç vaxt maraqlandırır, xüsusən məni. Mən evim mənim oğlumun adınadır, Rafaelin adınadır. Eviniz? Bəli. Mən belə şeylərin, bu mülk hamısı qalacaq torpağın altında. Siz nə danışırsınız? O dünyaya biz gedib, biz yerimizi götürəcəm. Söhbət ondan gedir ki, mülkdə hamısı mənim balama qurbandır. Mən neçə işə dalıca qaçmam. Maşın da mənim adımadır. Avtomobil sizin adınızdır. Bəli. O da mənim, bir də sizə deyim, bir an var idi ki, mən o mülk olmuşdu ki, o evi satanda mən bu evi, bəli, özüm dedim ki, yoldaşıma, öz adıma keçir. O da niyə səbəbləri var? Çünki mənim xəsiyyətimi bilirlər. Mənim başıma aldatmaq 2 vur 2-dir. Onu mənə satdıracaqlar, özləri yiyəcəkdilər. Bax, bunu da buradan deyirəm. Ona görə mən özüm şəxsən, öz yoldaşıma dedim ki, o ev sırf mənim adıma idi. Amma ikinci dəfə satılanda mən başa düşdüm ki, yox, arxalanmaq olmaz. Heç kimi arxalanmaq olmaz. Məni adı ilə, məni propiskadan çıxartdılar. Mən öz qeydiyyatdan çıxartdılar məni. Başa düşürsünüz, mən illərdə havada uçurdum, havada. Ona görə də mən, bu ev ilk alınanda yoldaşımın adınaydı. Amma indi mənim oğlumun adınadır. Rahatlaşın bala, qurtuluğunuzdan artmırsınız. Bu qədər problem yaşayırsan Layla xanım. Bu qədər bir özvü gördü, bir öz çəpərindən biraz çıxdı o tərəfə. Bəsdirində bu qədər itkiləriniz olub, bu qədər problemləriniz olub. Yenə də yığışmırsınız özünüzə. Valla mən yazığım gəlir. Yəni yaşına başına yenə hörmət eləyirəm, yenə bağışlayıram sizi. Qoy böyülük məndə qalsın, yaxşımı? Maqa da sizi bağışlayır, evladım da bağışlayır. Amma danışmayın, bundan sonra danışmayın. Çünki xalqın gözündə onsuz da hamı bilirdi. İndi lap bildilər kimsiz. Məncə kifayət qədər fikirlər. Məncə kifayətdir. Brilliant xanımı qoyun başı sakit dursun. Biraz qadın öz işləri ilə məşğul olsun. Bilmir sizə baxsın, bilmir işinə məşğul olsun, toya getsin, klip çəkdirsin. Artıq başını itirib. Mən sizə söz verirəm. Amma birinci Cəmilə söz verdim. Bir o zəng dəyişdi bütün mənim fikrimi. Evladım Cəmil Dadaşov və əlbəttə ki, bizim Azərbaycanımızın sənətkarı, dəyərli sənətkarı Brilliant xanım Dadaşova. Salamlayırıq. Mən istəyirəm ki, o artıq başı sakit olsun. Mən də öz səhətimə görə. Mən sizə görə istəmirəm. Mən bu qalmaqalda ən çox narahat olduğum məqam... Sən ondan danış, mən janrımı dəyişmişəm. Günahsız yerə Brilliant Dadaşovanın adının bu qalmaqalda hallanmasıdır. Mən bəzən şəhərlərdə görürəm, məndən bir özüm əsəb keçirdirəm. Yəni, azdan çoxdan bu qalmaqalın... Elə onlar çoxsu elə dırlar arası insanlar mənim xalamla arama girdilər. İçindəyəm, azdan çoxdan bilirəm və çox xahiş edirəm. Bilməyən insanlar, məlumatsız insanlar, Brilliant Dadaşovanın adını boş yerə hallandırmayın. Şəhərlərdə Brilliant Dadaşovanın adını çəkməyin. Brilliant Dadaşova bir xala kimi hər zaman Səidə Dadaşovanın yanında olub. Dəstək necə ola bilərsə xala, onu olub. Yəni, Brilliant Dadaşovanın adını bu qalmaqalda çəkənlər, mən ancaq bir ona deyə bilərəm ki, demək ki, onlar bu nəsillə düşmənçilik yaparır. İsə bir şey deyib, biraz gülək də. Yadınızda da Bəxtüzü filmi var idi. Yəni, illərdir artıq bu filmi çox sevirlər. Orada atam dedi, alergiya. O alergiya var, məsələsi. İndi də mən deyirəm ki, sizin Layla xanım, sizin arzusu eşitdə də artıq alergiya. Mən də oradan alergiya olmuşam. Sizin bu necə səsinizdən, danışdıqlarından sonra məni alergiya tutub. Biraz öz səhətimdən çox nigaranam. Kifayətdir bu haqda. Heç bu haqda artıq danışmaq istəmirəm. Çox danışdıq. Janrımı da dəyişmişim, heç soruşmursan. Janrınızı niyə dəyişmişsiniz? Səs, bəli, gözəl musiqilər oxuyacağım. Janrımı da dəyişmişəm. İndi bilmirəm, akapella bir
Lalələr mahnısını oxuyun onda akapella. Lalələr mahnısını oxuyun biz üçün akapella. Lalə. Hə, yaxşı. Yazın əvvəlində, Gəncə çölündə, çıxıb çəmənə, düzə lalələr, 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 lalələr. Necə idi? Janrım xoşunuza gəldi? Oxuya bilirəm. Mən bilmirəm, siz Mən bilmirəm, yox, mən janrımı dəyişirəm. Siz daha gözəl oxuyursunuz.